Salam bizim mətbəxin izləyiciləri, xoş gördük hamınızı. Bugün mən sizinlə sizə ət piroqu nümayiş etdirmək istəyirəm. Yəni naçinkası içliyi ətdən ibarət olan piroqdur. Bunun üçün bizə varsa 150-200 qram çəkilmiş ət lazımdır. 200 qramdan çox da ola bilər. Yəni naçinkanı əgər çox istəyirsə biraz da artıq eləyə bilərsiniz. Bir baş soğandır, bir pomidordur, bir də bibərdir, bolqar bibəridir. Mən balaca olduğuna görə 2 dənə götürmüşəm, artıq təmizləmişəm. Bir dənə də ola bilər. Bunlar içlikdir. Xəmir üçün bizə lazımdır bir yumurta, hardasa bir 100 qram yağ, kərə yağı da ola bilər, margarin də ola bilər. Bir də bir xörək qaşığı yarım qatıq. İstəsəz mayonezlə qarışdıra bilərsiniz, istəsəz tək qatığı götürə bilərsiniz. Mən də o biraz mayonezlə qatığı qarışdırmışam. Biraz da sudur, yəni xəmiri yoğurmaqdan ötürü. 2 stəkan da undur. 2 stəkan un hazırlamışam, yəni ələmişəm. Biraz drojdur, 1 çay qaşığı drojdur, 1 çay qaşığı da qabartma tozu olacaq. Bir də duz olacaq ki, yəni xəmirə zövqə görə duzlamaqdan ötürü. Əvvəlcə biz deməli yağı götürürük. Boşalmış haldadır yağ, otaq temperaturunda. Bu xəmiri duru yağla da eləmək olar. Yarım stəkan duru yağla eləmək olar. Yəni evdə əgər belə yağ yoxdursa, duru yağla düzəltmək olar. Yaxşı ovuşdururuq. Yağ una qarışana kimi. Bax bu cürə bunlar bir-birlərinə qarışdılar. Bunlar qarışandan sonra 1 çay qaşığı duzdur, zövqə görə. Bir də qabartma tozudur, o da 1 çay qaşığı. Qabartma tozudur. Bir də drojdur. Droj biraz artıq eləyin ki, yəni xəmiriniz yaxşı gəlsin. İstəsəz qabaqcadan apara da eləyə bilərsiniz, istəsəz belə. Mən belə bu cür eləyirəm. Drojdur. Maya. Bir də qatıqdır. Harca bir xörək qaşığıdır. Bunu da bu cür qarışdırırıq. Sonra isə yumurtanı vuracağıq. Deməli, xəmirin bir qədər daha dadlı alınmasından ötürü mən biraz pesok da vuracağım buna. 1 çay qaşığından biraz az. Bu çay qaşığı deyil, biraz balacadır. Yəni 1 çay qaşığından biraz az. İndi bir dənə yumurtadır. Bir dənə yumurta. Və bu yumurta qarışandan sonra başlayırıq bir balaca su əlavə eləməyə. Əgər evdə süd varsa, süd əlavə eləyə bilərsiniz. Yoxdursa, mən məsəl üçün sudan istifadə edəcəm. Yarım stəkan su götürmüşəm. Ola bilsin ki, hamısı getməsin. Çünki xəmirimizdə deməli qatıqdır, sonra yumurtanın özüdür, yağdır. Bax bunlar xəmiri bir balaca yumşaq saxlayacaq. Və bu şəkildə çox bərk olmamaqla xəmir yoğuracağıq. Bu cürə xəmiri yaxşıca yoğurduq və sonra isə bunun üzərinə bir balaca duru yağ əlavə edirik və bununla da bax belə yoğururuq. Bu nə üçün? Bu xəmir həm ələ yapışmasın götürəndə, həm də üzü yağlı olacaq, məsaməli olacaq, qəşəng olacaq, parıltılı. Və bunu 2 saata qoyuruq xəmiri gəlməyə. Bir balaca şişəcək. Bunun tərkibində qabartma tozu olduğuna görə, yəni bunu çox şişməyə ehtiyacı yoxdur. Yəni biraz şişsin. O gələnə kimi biz içliyimizi hazırlayacağıq, ətli içliyimizi. Üstünü deməli isti bir şeylə bağlayıb və qoyacağıq ki, xəmirimiz gəlsin. Və salam, xəmirimiz hazırdır.
Mən deməli içliyi hazırlamaqdan ötürü əvvəlcə həmin göstərdiyim o birbaş soğanı istəsəz əllə xırda-xırda da doğraya bilərsiniz. Mən belə saldım və buradan keçirtdim ki, deməli soğanı ət maşınından keçirtmək olmaz ətlə birlikdə ki, ona görə ki, onun suyu çıxır və o qiyməmiz yaxşı alınmayacaq. Amma bax bu cürə xırdaladım. Bu cürə xırdalayandan sonra bunu qoyacağam tavaya. Soğanı əvvəlcə tökəcəm tavaya. Onu biraz qızardacağım, biraz qızardana yaxın. Sonra isə əti tökəcəm. Duz, istiyor zövqə görə. Bir də sarı kök vuracağam ona və salam qiyməmiz hazır olacaq. Ona kimi də xəmirimiz hazır olacaq və piroqun hazırlanmasını göstərəcəm sizə. Onu bu cürə tökürük bura. Əvvəlcə soğanı bir balaca qızartmaq lazımdır. Qiymə hazırlayanda qiymənin dən alınmasından ötürü deməli soğan əvvəlcə qızarmalıdır. Sonra isə əti tökürük üzərinə. Qızardacağam duru yağla. Bax bir balaca duru yağ tökürəm. Balaca deyəndə arsa 2 xörək qaşığı. Və salam. Qoyacağam qızarsın. Sonra isə bir ətini tökəcəm. Duzu istiyotu öz yerində. Bir də sarı kök. Bir balaca sarı kök və qiyməmiz hazır. Hazır vəziyyətini göstərəcəm. Artıq 2 saat keçdi. Bax bizim belə xəmirimiz çox gözəl, yumşaq bir xəmir alındı. İndi bu xəmiri biz yavaş-yavaş yayacağıq. İçliyimiz də hazırdır. Göstərəcəm sizə. Ət içliyi. Çox gözəl, yumşaq, kövrək xəmir alınıbdır. Elə bu cürə də alınmalıdır. Duxovkanı mən qoymuşam qızmağa. 200 dərəcədə yavaş-yavaş qızır. Duxovka isti halda olmalıdır. Bu cürə yaydıq. Bu cürə yayandan sonra bunu deməli 3 yerə bölürük. 3 yerə böldük. 3 yerə böləndən sonra indi bunları ayrı-ayrı içlərinə naçinkalar qoyacağıq. Birləşdirmək olar ki, eyni olsun. Bu belə. İndi nə edirik? İndi biz ətimiz hazırdır. Gördüyünüz kimi. Görürsünüz qiyməmiz necə qəşəng alınıb dəndən. Həmin göstərdiyim o hissədən. Deməli bunu 2 yerə bölürük. Gözə yarı. 2 yerə böldük. Baxın, 2 yerə böldük. İndi bunun bir hissəsini gətiririk. Bax belə. Buradan düzürük. Deməli 2 hissə ət olacaq, bir hissə isə tərəvəz. Tərəvəz əslində mövsümə uyğun mən edirəm, amma məsəl üçün xiyar, pomidor, biber, pomidor, yəni vaxtı olmayanda, yəni qışda heç etmək lazım deyil. Amma indi var, ona görə mən edirəm. Amma yəni sezona uyğun, mövsümə uyğun etmək olar. Əgər qışda əlinizin altında pomidor, biber yoxdursa, onun əvəzinə xırda-xırda kartuşka doğrayıb, kartuşkanı qızardırıq və onun əvəzinə onu edirik. İndi isə bax bunu belə bükürük. Bu çox fərqli bir piroqdur. Yəni biz bildiyimiz sadə, adi piroqlardan, analarımızın etdiyi piroqları hamı yəqin ki bilir, çox sadə. Mən bunu fərqli edirəm ki, bu bir qədər fərqlidir, həm də ki çox gözəl görünüşü var. Demək olar ki, həmin şeylərdir. Xəmir eyni, içliyi eyni, amma bir qədər forması ayrı cür olacaqdır. Bu belə. Sonra bunu bu üzünə çeviririk. Bax gördünüz. Bunları hələlik qoyaq bir qırağa. Bunu çevirdik. Bunu düzəldirik. Düzəltdik. İndi isə baxın.
Bax bu cürə doluya. Baxın, bu cürə doluya apardıq. Aha. Bunu aparandan sonra biz artıq listimizi hazır etmişik. Yəni içərisinə kağız sərin, ya belə, ya yağlı kağız. Bunu qoyduq ortadan. Bu birinci hissəmiz hazır. Aha, bu birinci hissə hazır. İndi ikinci hissəni götürürük. Bu ikinci hissəyə nə vururuq? İkinci hissəyə mən sizə stolun üstündə göstərmişdim. Yəni pomidor, bir də biber. Yadınızdadırsa, mən ikinci hissə üçün göstərmişdim ki, pomidor, biberi nə üçün? İndi bunu bax belə bu şəkildə, bax belə eyni bərabərlikdə yenə də həmin qayda ilə vuracağıq. Bunu ətin üstünə də tökmək olar, yəni qarışıq da eləmək olar. Amma belə daha qəşəng, tamlı alınır. Həm də ki, biraz elə bir ki, fərqlidir. Xəmirin də çox gəlməyi heç vacib də deyil. 2 saat saxlasaz bəsdir. Ona görə ki, onun tərkibində qabartma tozu var. Onsuz da istər-istəməz o qabartma tozu duxovkada onu bir balaca qaldıracaqdır. Mənə elə gəlir ki, axıra kimi baxmağa dəyər. Yəni, baxsanız, məmnun olarsınız. Mənə elə gəlir ki, özdə bəlkə də mürəkkəb görsənir, amma çox sadə bir şeydir. Ərzaqları da sadədir. Bax, bu dediyimi, yəni etməsəz də olar, ət eləyə bilərsiniz. Amma əlinizin altında varsa, eləyə bilərsiniz. Bu belə. Bir qədər də fərqli olmaqdan ötürü mən hardasa bir 80 qram Holland pendiri götürmüşəm. Bax, Holland pendiri də bax, bunun üzərinə belə deməli, çorkadan keçirdirəm ki, biraz içərisi yapışqanlı olsun. İndi isə Holland pendirini tökdük. İndi bax belə bunun da ağzını bax bu cürə bağlayırıq. Əti necə elədik, o cürə ağzını möhkəm bağlayırıq. Və yenə də elə həmin o fasonda deməli ətin qırağından qoyacağıq. Əsas xəmirdir. Əgər xəmiriniz gözəl alınıbsa, yəni o istənilən qayda ilə etmişsinizsə, yəni yumşaq, elastik xəmir alınıbsa, piroqunuz da çox gözəl alınacaqdır. Gördüyünüz kimi bax belə bağladıq. Biraz möhkəm bağlayaq. İndi isə yenə də bunu çevirəcəyik. Çevirdik. İndi yenə həmin qayda ilə bax belə bura gedirik. Baxın, bunun kənarından bu cürə deməli, bu oldu ikincisi. İndi bir də üçüncüsü yenə ətlə olacaq. Əgər evdə, məsəl üçün, elə adam var ki, mal ətini sevmir. Toyuq ətindən də eləmək olar, döş ətindən eləmək olar. Qiyməni eləyib, bu qayda ilə düzəltmək olar. İndi bunu da yenə o birisilər kimi həmin qayda ilə yenə də bunun ağzını bağlayacağıq. Bu cürə. Mənə elə gəlir ki, əgər
siz bunu evdə etsəniz, hamının xoşuna gələcək ailəlikcə. Belə bağladıq. İndi bunu da koyuyoruz. Baktık. Bunu böyle götürürük. Orada açarız. Böyle koyduk. Tamamdır. Alındı. İndi isə görsün necə gözəldir. Aha. İndi biz deməli bir yumurtanın sarısını qırıb hazırlamışam. Bura bir balaca yağ əlavə edəcəm, duru yağ ki üstü parıltılı olsun. Və salam. İndi bunu çəkəcəyik bunun üzərinə. Piroqumuz demək olar ki pişməyə hazırdır. Üzərinə də indi əlinizin altında varsa küncüt, yoxdursa heç lazım da deyil. Mən qara xaşxaşdan istifadə edəcəm. Onda görünüşü də gözəl alınır. Bol çəkin yumurtasını ki üstü parlaq olsun. Deməli bunu əsas deməli fərqi nədədir? Fərqi odur ki, kəsəndə çox gözəl bir deməli qarışıq alınacaq. Yəni ət, tərəvəz, yenə ət. İndi isə üzərinə qara küncüt əlavə edirik. Ağ küncüt də olar. Və salam. İndi isə duxovkamız qızır. Bu deməli 200 dərəcə temperaturunda 15-20 dəqiqəyə hazır olmalıdır. Aparaq qoyaq duxovkaya. Artıq piroqumuz hazırdır. 20 dəqiqəyə bax belə bu cürə gözəl görürsünüz necə qəşəng gözəl, köpüb özü də yaxşıdır. İndi bunu çıxardaq, qaba qoyaq. Və doğranmış halda içərisində mən sizə təqdim edəcəm, göstərəcəm necədir. Çox gözəl bir piroq alındı, ətri də gözəldir, dadı da gözəldir, mükəmməldir. Artıq piroqumuzu biz qaba servis etdik, bax bu cürə. Çox gözəl ətri var, dadı da mükəmməldir. Əgər bişirsəniz, siz də bu deməli nəticəni əldə edə bilərsiniz. İndi isə bunu kəsək. Bunu tort kimi bax belə ortadan kəsib təqdim etmək olar. Və sizin nəzərinizə çatdırım ki, bunu deməli qırağına qarnir kartuşka qızartmaq olar. Mən qabaqcadan deməli biraz kartof qızartmışam. Bax belə. Siz də əgər istəsəz, siz də belə kartofdan istifadə edə bilərsiniz. İçinə baxın. Baxın içi bax bu cürə. İçərisi də deməli həmin o bir qat tərəvəz, bir qat isə bax içərisi də gördüyünüz kimi bax bu cürə.
Görünüşü bu cürə, içərisi də bu cürə. İndi mən istəyirəm, yəni gözəl görsənməkdən ötürü adi sos çili, deməli, bax belə bununla kartoşkanın üzərindən biraz acılı tamam olsun. Məsələn, bu cürə də təqdim olunur. Əgər axıra kimi izlədinizsə, xoşunuza gəldisə, siz də evdə bundan hazırlayıb ailənizlə birlikdə nuş edə bilərsiniz. Nuş olsun.